həm dəhliz, həm də nəqliyyat qovşağı kimi mühüm əhəmiyyət kəsb edəcək. Bunu Yençağa açıqlamasında politoloq Vəli Əlibəyov deyib. O, Cənubi Qafqazda yaranan yeni siyasi reallıqlar fonunda Zəngəzur dəhlizinin reallaşması perspektivindən danışıb. Politoloq bildirib ki, təzyiqlər olunur. Ancaq son məqamda qərarı Ermənistan verməlidir. Bunun birbaşa təsiri olmayacaq, mənə elə gəlir ki, çünki son məqamda qərarı Ermənistan verməlidir. Bəli, Ermənistana təzyiqlər ola bilər, necə ki, indi də olunur, həm Azərbaycan tərəfindən, hələ Rusiya özü tərəfindən təzyiqlər var, hələ ki, Ermənistan buna gedir. Amma Pakistan, Türkiyə və Azərbaycanın məhz Laçında tarixi görüşü, bu yenə də bir təzyiq vasitəsidir. Amma düşünmürəm ki, Ermənistan bu görüşdən sonra Zəngəzur dəhlizinin açılmasına qərar versin. Ümumiyyətlə, görüş niyə görə vacibdir? Görüş o baxımdan da vacibdir ki, biz bu ölkələr, Azərbaycan, Türkiyə və Pakistan yeni güc mərkəzini yaratdıqlarını, yəni bu artıq potensial bir güc mərkəzidir, regional bir güc mərkəzidir, onu nümayiş etdirdilər bütün dünyaya. Görüş özü də çox isti keçdi, şəkillərdən də bu görünür. Artıq dünya ölkələri, həm Avropa İttifaqı, həm Amerika Birləşmiş Ştatları başa düşməlidirlər ki, belə bir mesaj ötürüldü ki, bu regionda bu üç ölkənin, Pakistan, Türkiyə, Azərbaycan, bu regionu onlar həll edirlər, bütün məsələlərini elə deyə bilərik. Yəni o baxımdan. Əsas burada mesaj ondan ibarət idi və bir də ki, Laçının özü də bir simvolik xarakter daşıyır. Laçın bir həm dəhliz kimi, həm də ki, gələcəkdə nəqliyyat qovşağı kimi, yəni bu ölkələr təkcə burada siyasi yox, eyni zamanda iqtisadi əməkdaşlıq da edəcəklər. Yəni ümumiyyətlə də yəni regiona aid bütün məsələnin həllində bu üç ölkənin əlbəttə ki, rolu var və onların olmadan hər hansı bir qərarlar qəbul edilə bilməz bu regionla bağlı.